Salam uşaqlar, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərə bir günlük bir vlog çəkəcəm. Burada gördüyünüz kimi saçım yaşdı, yəni çinmişəm və bu gün çölə çıxacağım üçün hazırlaşacağıq bir yerdə. Saçımı falan qurudub düzləşdirəcəm. Çünki bugün sifdəkilərlə sekresant eləmişik, onların hədiyyələrini verəcəyik. Yəni sifdəkilərini dedim, sadəcə qızlarla aramızda eləmişik hədiyyələşməni. Yəni o hədiyyəni verməyə gedəcəm. İndi sizə mən aldığım hədiyyəni göstərim. Çıxan sinif yoldaşımın zövqü haqqında heç bir fikrim yox idi deyə, yəni ona görə bilmədim nə alım. Hamıya ala bilinəcək bir şey aldım. Belə bir dənə qaba almışam. İstəyirəm içinə də belə yeni il ayı şokoladlar falan qoyam, nəsə başqa bir şeylər qoyam. Belə bağlayan bantik kimi elə verəm də, yəni belə düz sadə şəkildə verməyi də istəmirəm. Özünüz görsənsiniz də istəmirəm. Bugün bir dənə inəcəyik, yəni mən ora gedəcəm, saat 2-də orada olmalıyam. Ya da görüşəcəyimiz yerdə. Ondan sonra market alışverişinə gedəcəyik. Yəqin ki, bugün ayın 6-sudur. Yəni sabah da 31 dekabr. Yəni yeni il gününü üçün alışveriş edəcəyik marketdən. Yəqin ki, onu da çəkərəm. Yəni belə bugünkü eləyəcəklərim. İndi gedim saçımı qurudum, sonra saç baxımımı eləyim. Yəni birinci saçımı qurudum, saç baxımımı eləyim. Birinci saç baxımımı eləyib ondan sonra qurudacam. Birinci olaraq belə İsmail'in isdən qoruyucu spreydir. Bunu tez almışam. Əslində başqa bir sprey işlədirdim. Amma nəsə elə bir o işə yaramamış kimi gəldi. Ona görə bunu da aldım. Yoxlayım deyə. Bir də buna istifadə edirəm. Amma bunun nə işə yaradığını bilmirəm. Yəni sadəcə iyi qəşəngdir deyə istifadə edirəm. Elə də bir effektini görməmişəm. Sadəcə olaraq iyi qəşəngdir deyə istifadə edirəm. Bir sanam belə toniki var, bu saçın yağlanmasından xeyirdir, yəni yağlanmasının qarşısını daha gec yağlandırır. Bunu belə normalda diblərə vurulur. Deyəsən sprey qabında olmalıdır deyə. Bunu belə deyəsən sprey boşaltır, onu tam yadımda deyil. Yox, bu başqa şeydir. Dur, bunu tökəcəm. Başıma tökəndə üzümə tökdüm belə üzüm. Bir dəfə bunu üzümə tökmüşdüm səhvən belə bu hissəyə. Belə qırmızı bir dənə xətt getmişdi burada. Mən də saçımı düzləşdireyim, gəlirəm. Saçımı qurudurdum. Qurutduğum yerdə birdən güzgüyə baxdım ki, o bayaq tonik tökülən yerlər qızarıb. Üzümü yuyacam indi. İnşallah gedər. Yoxsa yəni bu gün çölə çıxmalıyam. Bu vəziyyətdə çıxa bilmərəm. Üzümdən getmədi. Üzümü də nəmləndirmişdim. Yəni nəmləndiricimdə yudum. Bilmirəm neyim, indi oturub keçməni gözləyəcəm. Keçməsi getməyəm görək mən. Neysə, üzümdəkini çox da umursamıram. Gedirəm saçımı düzləşdirəm. İnşallah mən gedənə kimi keçər. Yəni, əgər keçməsə məcbursan, biraz makyaj eləyib örtməyə çalışacağam. Ondan da örtülməsə də getməyəcəm, bilmirəm. Üzümdəki getməməyə devam edib. Mən də deyirəm, bəlkə üzümü yenə nəmləndirim. Hər şey xoşbəxt edirəm də. Şimdi də saçımı düzləşdirim. Eləyəcək heç nə yoxdur yəni. Saçımı düzləşdirdim, bitirdim. Deyəsən üzümdəki bu şey azaldı biraz. Yəni məncə düzələcək şeyə kimi. Mən gedənə kimi. Saat indi baxım görməsəndə. Saat 12-yə qalıbsa, saat 2-yə kimi, yəni 2-nin yarısından oradan çıxmalıyamsa, 2-yə kimi düzələr deyə ümid eləyirəm. Tanımı da geyinmişdim bu arada, əynimdəydi, yəni hazırlaşmaya başlayan kimi birinci paltarımı geyindim ki, sonra bir də onunla uğraşmayayım. Üzümdəki tam olaraq getdi, yəni bayaqdan bunu gözləyirdim. Yəni əslində bilirdim gedəcəyini, amma nə qədər vaxtda gedəcəyini bilmirdim də, yəni çünki yadımda da yadımdan çıxmışdı, ən son olanda nə qədər vaxtda getmişdim. İndi şey eləyirəm, makyajımı eləməyə başlayacağam. İndi baxdım qrupa ki, yəni deyirlər bəlkə 3-də görüşər, 3-də olacaqsa indidən eləməyim. Çünki şey olar da, yəni çox tez olar. Dəqiqləşdirdilər və saat 2-də gedirik, ona görə indidən eləyəcəm makyajımı. İndi də çox tezdir, hələ saat 1-ə işləyib, amma istəyirəm ki, üzümü tam otursun makyajım, ona görə indidən eləyirəm. Nə gündür? Əslində bu qapatıcı elə bir sivilcə yaradırmış kimidir. Elə bilirəm ki, üzümə sivilcəni salan bu qapatıcıdır. Amma çox qəşəng qapadır deyə, yəni vazgeçə də bilmirəm. Geriyə çəkməmişəm.
Ay, çox qəribə görsənirəm kamera. İndi aksesuar taxacam, belə halqa sırğalarım var, bunları taxacam. Bir bu ucuzdan taxa bilərəm. Belə bir şeydir qaşdı. Bir də belə bir dənə sepim var. Belə. Bunu da taxa bilərəm, ulduzu da. Baxın. Bəlkə sep taxmayayım. Boş verim sepi, belə daha yaxşıdır. Mən çox da sevmirəm sep taxmağı. Bir də qolbağım var burada, Pandora. Bunun ikisi dənə çalmı var. Nəysə, yəni belə. Son lukum belədir. Evdən çıxanda kombinimi də göstərəcəm nə giymişəmsə. İndi evdən çıxıram. Tam hazıram, belə sumkamı falan da götürmüşəm. Hədiyyəmi də götürmüşəm. Amma biraz tez çıxıram ki evdən. Dedim içinə qoyacağım, şkafları falan ala bilim. Sizə indi kombinimi göstərəcəm. Amma belədir. Şalvarım belə altımdan. Zaten ağ köynəyimi görmüşdünüz. Bu çantamda qarşılığında qırağını asmışam. Çünki içinə yerləşmədi. Şalvarım da nəsə belə. Belə şeylədim. Şkaflar aldım, bayaq dediyim kimi içinə qoydum. Amma lent yox imiş evdə qırmızı. Bilmirəm nə edəcəm. Ya metrinal lent almalıyam üstünə bağlamağa, ya da elə belə qalacaq. Şam buradayam. Burada çox mahnı var deyə biraz çəkə bilməyəcəm. Amma yəni çəkməyə çalışıram. Hədiyyələrimizi də göstərəcəm. Yeməyimiz gəldi. Sevdi belə mehriban deyirlər. Çox sağ olun. Hədiyyələşdi, hissə çəkdim, göstərdim. Hədiyyəmi açacağım. Belə şirimdə paket var. Belə bir kitabdır. Gedirik, elə belə gəzməyə çıxdıq, oradan çıxdıq yəni. Nə qədər çıxdıq dedim. Evə gəldim. Birazdan gəlmişəm əslində evə. Amma o qədər çox yorğunam ki, yəni nə paltarım çatma, nə üzümü silməyə halım yoxdur və tez yatmaq istəyirəm. Bilmirəm, əldə bir şey eləməmişəm əslində, niyə bu qədər yuxum gəlir. Amma yatacam yəni. Biraz olar oyandım, belə üstümü falan dəyişdim, köynəyimi dəyişdim ki, daha rahat bir şey geyinim. Çünki o çox soyuq idi yəni, nazik köynək idi. Yəni oyandım, biraz üzümü falan rahatlaşdırdım, elədim. İndi marketə gedəcəyik, yəni vlogu başladığımda demişdim ki, marketə də gedəcəyik yəqin bugün. İstəmədim, saxlayım, istədim çəkməyə davam edəyəm. Atışdırmalı bir şeylər alacağıq. Həm bugün nəsə etməyə, həm də sabahlarım bayramdır bildiyiniz kimi 31 dekabr yəni. Ona görə onun sabah üçün də bir şeylər alacağıq, həm evə lazımlı şeyləri. Hamısına yeni ilini təbrik edirəm. İnşallah hamınız sevdiklərinizlə bir yerdə çox xoşbəxt bir il keçirlərsiniz. Yəni dediyim kimi indi gedirik. Gəldi, lazımlı şeylərin çoxunu almışıq. Səbətimiz belə görsənir, hələşir, yəni almağa da davam edir deyələ. İndi çıxdıq marketdən, çox çəkə bilmədim. Çünki hamı bazarlığa gəlmişdi və o qədər adam var idi ki, yəni iynə atsan yeri düşməz bir şey idi də. Artıq evə gəlmişəm, pijamalarımı falan geyinmişəm və bu vlogu bağlayıram artıq. Yəni bugünlük bu qədər. Sabah 31 dekabr, yəni yeni ilə də vlog çəkəcəm bir dənə. Amma istəmədim, yəni bundan yeni vlogumu birləşdirəm. Çünki bu günün yeni ilə o qədər aidiyyəti yox. Yəni yeni ilə diləşməsi elədiyim bir gün idi, amma yəni günlük vloqum idi da, belə deyim. Yəni bu video bura qədər. Sağ olun uşaqlar. Hələlik. Like atmağı unutmayın.